deyirlər. Məryəmin uşaqlıq videolarını paylaşırlar. Mən olduğum ərəfədəki uşaqlıq videolarını 8 yaşındadır. Başlayırlar üstündə yazmağa ki, Məryəm bu evdə dışlanır, Məryəmin üstünə qışqırırlar və s. Siz öz fikrinizi təbii ki də bildirməkdə azadsınız. Amma bəziləri, mənim o məsum, saf, gözəl ürəkli izləyicilərimə bu aid deyil. Bəziləri prim üçün dışlanma söhbətini çıxardır və izlənirlər. Özü həmişə də video paylaşırlar. Məhəmməd də yazı bilərlər. Bir dənə sizə söz deyim. Dünən mən Şəhriyarə dedim, Şəhriyar, mən çox pis oluram bunu görəndə və bunu... Məryəm özdə də deyirəm, Quranan da olsa, özü əsəbləşir, deyir, girbində o kommenti videonu sildirərəm deyir. Şeydir, mən əgər Məryəmi dışlasaydım, siz Məryəmi ümumiyyətcə tanımazdınız, Məryəm kimdir? Çünki bura mənim kanalımdır. Nə video çəkək? Videoları mən çəkirəm, mən montajlayıram, mən paylaşıram, ideyaların çoxsu məndən çıxır. Əgər biz Məryəmi təklifsəydi, birincisi ona qızıl almazdıq, özü od bahasına, oxşur səpə qiymətinə. Bəli. Məryəm dışlansaydı, Məryəmə ad gündə o cür bahalı hədiyyə alınmazdı. Məryəmin heç ad günü olduğundan belə xəbəriniz olmazdı. Məryəmi tanımazdınız. Plusdakı Məryəmin necə deyim, necə baş salım? Yəni dışlanma söhbəti yoxdur uşaqlar. Mən Rabiəyə də bəzən əsəbləşə bilirəm lazım olanda. Əsata da əsəbləşə bilirəm. Mən heç o da valideynlikdir, o da sərbəst. Mən kameramı bağlayıb Məryəmin üstünə qışqırıb, Məryəmi qorxudub, hədələmədiyim üçün önünə zarafat eləyirəmsə, nə sözüm varsa, hər şey şəffaflığı ilə kamera qarşısında elədiyim üçün, bütün duyğularımı və hisslərimi tam açıq şəkildə sizə göstərdiyim üçün, gizlincə gedib arxada uşaqları incitmədiyim üçün, hər şey təbii olduğu kimi sizə göstərdiyim üçün, təbii ki, bu söhbətin çıxmasına şaşırmadım. Asılsa görürsün.